CV-mi hazırladım. Əla. Şöyle bax, mən super CV hazırlamışam. Müraciət edəcəm vakansiyalara göndərməyə CV-mi. Necədir? Bu nədir İbrahim? CV. Belə CV olur. Norçu qəşək 2 və şəhərdə fotosesiya elətdirmişdim. Qəşək super şəklini qoymuşam. Özüm haqqında hər şey yazmışam. Bağça təhsili, məktəb təhsili, bura 3 səhifədir CV. Səncə sən bu CV ilə cavab ala bilərsən? Məncə hə, olmaz ki. Rezümeni hazırlayarkən bunlara mütləq şəkildə diqqət etməliyik. Birincisi, rezümedə istifadə etdiyimiz şəklin peşəkar olmasına diqqət etmək lazımdır. İkincisi, rezümemizin dizaynı mütləq şəkildə bacardığımız qədər sadə olmalıdır. 2-dən çox rənglərdən istifadə etmək uyğun hesab edilmir. Üçüncüsü isə rezümemizi hazırlayarkən mütləq şəkildə onu bir neçə dəfə yoxlamaq lazımdır ki, hər hansı orfoqrafik səhvlər olmasın. Və ən əsası rezümemizin 2 səhifədən artıq olmamasına xüsusi diqqət yetirməliyik.